Okey, hər kəs salamlar. Ümid edirəm ki, hər biriniz yaxşısınız və mən yəni hər zaman olduğu kimi təbiətin içərisində YouTube videolarımı çəkirəm. Evdə çəkmirəm, qapalı məkanlarda da çəkmək üstünlüyü tutmuram. Çünki düşünürəm ki, təbiətlə iç-içə olanda zəhnim daha yaxşı işləyir və sizinlə daha yaxşı bərabər oluram. Və bugün dostlar, mən tək deyiləm. Siz mənim inkişaf kanalımı məni tək izləməyəcəksiniz. Bugün mənim çox qəşəng bir qonağım var. Leyla. Hər kəsə salam. Və məsələ bu Bilirəm, hər biriniz çox yaxşısınız. Mən Şükürlü Leyla, Baharın qonağıyam bu günlük. Bəli. Arada bizim oturduğumuz kamera düz qarşımızda alça var. Yəni hər an özümüzü itirib gedə bilərik. Başqa şeylər eləyə bilərik. Günəş, bir dənə arkadaşı mənzərə. Həqiqətən bax. Bir dənə bizim Bir də gözəlliyimiz. bizim mənzərəyə. Bir dənə bizim gözəlliyimiz. Dostlar, deməli mən Bahara bu günləri suallar verəcəm. Bahar da bunları cavablandıracaq. Siz də cavab alacaqsınız, bu qədər. Nəysə, suallar verirəm mən. Başlayaq. Səncə insanlar niyə bu qədər tez motivasiyasını itirir? Çünki mən düşünürəm ki, bəzən motivasiyamızı həqiqətən biz uşaqlıqdan belə olub da, motivasiyonu daha çox kənardan görmüşük. Hə müəllim 5 verir deyə, ana tərifləyir deyə, bu bunu görə olur deyə. Daha çox kənardan görməyə öyrəşmişik deyə. Və onu özümüzə çox formalaşdırmamışıq ki, motivasiya daxildən olması gərəkir. Əlbəttə kənardan da ola bilər, bu çox normaldır. Amma Bir şey gözləyirik, qarşıda Hə. nəsə gözləyirik ki, biz motivasiyalı. Amma Bəli. kiməsə ehtiyacımız yoxdur. Yəni kiminsə sizi tərifləməsinə və yaxşı söz deməyinə və yaxud da motivasiyanızı yüksəltməyinizə verməyin. Əsas siz motivasiyalı olun ki, heç kim sizi motivasiyadan düşürdə bilməsin. yəni bəli, özünüzə fokuslanın o zaman. Məncə də. Özünü tapmaq həqiqətən mümkündürmü? Bayaq bu sualı görmüşdüm. Və sən özünü tapmısan həqiqətən. Hə. Mən düşünürəm ki, özünü tapmaq deyil də özünü tanımaqdır məsələ. Sən onsuz da varsan. İtirməmsən özünü. Varsan. Sadəcə bir yerlərdə gizlənmisən, hələ ki oyun bozanlıq eləyirsən bir yerlərdə. Özünü tanıyırsan sadəcə. Durmusan qarşısında və özünü tanıyırsan. Və özümü tanıyıram. Mən indi desəm bəlkə %100 tanıyıram. Amma bir saat keçəcək bəlkə tanımadığım yönlər olacaq. Və deyirəm ki, özünü tanımaq, özünü tapmaq deyil, özünü tanımaq oldu bitdi prosesi deyil. Hər an, hər yerdə, hər saniyə ömrün sonuna qədər baş verəcək bir şeydir. Məncə mən özümü tapmamışam. Sən bilmirəm, özünü tapmısan mı həqiqətən? Özünü tanımağı. Özünü Tapmaq tanıyırsan. deyil. Özümü tanıma yolunda gedirəm. Tanıma yolunda gedirəm. Mən də özümü axtarışdayam. Bəzən durulsam da müəyyən çətinliklərə görə, amma tanımağa çalışıram. En azından addım atıram. Sosial media sənə daha özgüvənlidir, yoxsa əksinə? İndi sosial media, yəni YouTube kanalı açmısan, Instagramda da aktivsən. Bu səni daha özgüvənli eləyir, yoxsa yox? Mən çox xoşuma gəlir. Yəni orada həqiqətən bayaq dedin özünü tanıma. Məsələn özümdə fərqin olmadığım şeyləri burada danışanda fərqinə varıram. Ya da daha maraqlı olur mənim üçün. Yəni müsbət təsir göstərir, hə. Məncə də. Bir də kiməsə deyə bilmədiyin sözü, kiməsə deyə bilmədiyin sözü YouTube-da paylaşırsan və sizlə və özünlə və bunu daha yaxşı tanıyır, daha yaxşı müsbət təsir edir əlbəttə ki. Tamam. İnsan niyə özünü başqaları ilə müqayisə edir? Dediyim kimi uşaqlıqdan bəri bu gəlib də ya. Bacı ilə qardaşla niyə müqayisə olunmuşuq, geyimimizə Səhv orada dedi. Elə oradan gəlib də ya. Kimsə qınamırıq, təbii ki, burada normal situasiyadır. Oradan gəlir də biz bunu əlbəttə ki 20 yaşına, 21 yaşına qədər gəlirsən bundan. Ondan sonra başa düşürsən ki, aha, artıq mən özümü qınamamalı, müqayisə eləməməliyəm. Amma bundan sonra 21 ildə özünə təcrübə etdiyin şeyləri dəyişdirmək çox çətindir axı, hə? Ona görə də biraz çox zaman alır. Düzdür. Amma periodik olaraq gələn bir şeylərdir. Bəzən çox fərqində olan bir insan belə bəzən özünü müqayisə edə bilər başqaları ilə. Və sən özünü kimləsə müqayisə edirsən? Məncə hə. Amma məsələn edirəm müqayisə hə. Sonra durub özümə danışıram. Bahar, bu müqayisə məsələn niyə edirsən? Kimin iç səsidir bu? Sən həqiqətən müqayisə edirsən yoxsa məsələn müəlliminin hansısa bir müəlliminin səsi ilə özünlə danışırsan? Ya da müqayisə etməyin öyrənməkdirmi məqsəd yoxsa özünü qınamaqdırmı yoxsa qarşı tərəfi qınamaqdırmı? Qəşəng toxundu. Olur da belə şeylər. Məncə insan ən çox özü ilə müqayisə etməlidir. Özünü. Ki mən dünən necə idim, bu gün necəyəm? Dünənki versiyamın bu gün ən yaxşı versiyası olmalıyam. Yəni çalışın kimlənsə yox, özünüzlə. Və yaxud kimlənsə də ola bilirsiniz. Yaxşı bir şeyləri bacarmış insana fokuslanın ki, yəni onunla özünü müqayisə etməyə çalışın. Mən də çalışmalıyam, mən də yüksəkdə olmalıyam. Amma ki onun paxıllığını çəkərək yox. Yəni özünə müsbət qata biləcək bir şey. Müqayisə biraz mənfidən də bizdə çox istifadə olunub. Ona görə zehnimizdə mənfi köklənib. Aydınlaşdırma deyə bilərik ya da başqa bir şey deyə bilərik. Bir şey var, bayaq dediyində məsələn özümüzün ən yaxşısı olmalıyıq. Onu məncə bir məcburiyyət deyil. Yəni sən məsələn mən deyəndə ki mən dünənimin ən yaxşısı olmalıyam.
Məsələn deyil. Dünən məsələn çox şey iş görmüşəm, amma bu gün o qədər iş görməmişəm. Onda necə olacaq? Baxır istiyorsa bu. Bilirsən nətərdir? Dünən yəni bu gün bu yaşlardayıq da, yatırıq və heç bir şey eləmirik. Sadəcə boş-boş günümüz keçir. Bu mənfidir təbii ki. Amma biz çalışmalıyıq ki, gələcəkdə daha çox bir şeylər eləyək. Özümüzə müsbət qata biləcək və gələcəkdə peşman olmayacağımız üçün, olmamağımız üçün daha doğrusu indi addım ataq, nəysə çalışaq, daha öz üzərimizdə çalışaq ki, özümüzün ən yaxşı versiyasını yaradaq. Necə deyim? Gələcəyimizin daha parlaq olmağı üçün bu gün nəsə eləməliyik. Ona görə çalışaq ən yaxşı versiyamızı yaradaq. Ola bilər. Biraz fərqli. 20 yaşlarında ən çətin hiss nədir? Mənim 20 yaşımdakı ən çətin hissim zehnimdə, beynimdə başqalarının səsini çıxarmaqdır. Yəni məsələn bayaq dedim ki, müqayisə var, hə? Amma o müqayisəni mən eləmirəm. Zehnimdə məsələn bir müəllim oturub, ya da bir valideyn obrazı oturub, ya da bir qohum oturub və o müqayisə edir. O hələ də mənim zehnimdədir və onu çıxarmaq çox çətindir. Yəni mənə həqiqətən mənfi təsir edən, üzərinə çox çalışacağım hissələrdən biridir bu. Düzdür. Və bəzən başqaları səndən soruşmadan sənin həyatına müdaxilə eləmələri. Ola bilər. Bunu da sevmirəm. 20 yaşda bilirsən nətərdir? Bir də baxırsan ki, biri məsələn evlənibdir, biri iş qurub özünə, biri gedib xaricdə oxuyur. Və o fərqliliyin içində itmək ən çətin hiss budur məncə. Məncə çox, yəni bu yaşlarda olan hər kəs o içdə o qarşılığın içərisində olubdur. Öz yolunu tapmaq. Hə, öz yolunu axtararkən o şeylərə məruz qalıbdır. Uğurlu görünməyə çalışmaq yorucudur. Uğurlu görünməyə çalışmaq amma. Mən uğurlu görməyə çalışdığım çox az yerlər olub açığı. Ona görə amma yenə də o göstərməkdən irəli gəlsə əlbəttə ki o çətin olar. Amma özümdə bilmirəm necədir o. Yəni özümdə bu cavabı bilmirəm. Səncə əsl uğur nədir bəs? Hər kəsə görə dəyişir. Məsələn, rayonda qalmış biri üçün ən böyük uğur gəlib Bakıda öz həyatını qurmaqdır. Bakıda daim yaşayan biri üçün ən böyük uğur məsələn gedib İtaliyada öz həyatını qurmaqdır. Yəni hər kəsə görə dəyişir. Məsələn, rayondan Bakıya gəlmiş birinə kimsə deyə bilməz ki, "Ya sən uğursuzsan, buradır da." Məsələn, İtaliyada qalmış biri üçün ən böyük uğur bəlkə Marsa uçmaqdır. Fərqli. Hər kəsə görə dəyişir. Düzdür. Məsələn, bir tələbə üçün uğur onun bütün qiymətlərinin A olmasıdır məsələn. Yəni bir şagirddə bütün qiymətlər 5, evli bir həyatda sağlıqlı və xoşbəxt olmaları. Yəni düzdür. Fərqli. Hər tələbəyə görə də eynən dəyişə bilər də. Niyə bəzi insanlar həmişə geri qalmışam hiss edir? O geri qalmışlıq hissi var. Biz bayaqları söhbət edirdik. Dedi, kiməsə geri qalmışıq, yaxud da ki özündən, yəni həyatda gec qalmışlıq hissi. Niyə? Bu əslində məncə hər kəslə gələn bir şeydir. Dönəm-dönəm gəlir. Məsələn, məndə dönəm-dönəm gəlir. Özümü pis hiss edirəm əlbəttə ki, o dönəmlərdə çox belə yetərsiz hiss edirəm. Özümə qapanıram. Məsələn, bu dönəmlər elə keçir mənim üçün. Düzdür. Niyə gəlir o? Hə. Niyə belə geri qalmışlıq hissi? Bəlkə mutlu deyilik ona görə. Məncə bilmirəm, insan olmaq doğasından sayıram ya bunu da. Mən məsələn necə oturub bəzən ağlamaq istəyirik. Bilirsən, biz o gün oturmuşduq, söhbət edirdik qızlarla. Deyirəm ki, biz niyə həmişə xoşbəxt olmuruq ki? Niyə hər şey istədiyimiz kimi olsun, hər zaman xoşbəxt olaq? Amma sonra mənə elə bir cavab gəlir. Yəni bu hisslər varsa, biz bunları yaşamalıyıq. Yəni, ağlamaqdır, kədərlənməkdir, gülməkdir, əsəbləşməkdir. Bunlar hamısı insana məxsusdur. Biz o hisslərin hamısını yaşamalıyıq. Bəzən onlar bizə bəzən yaxşı gəlir. Məsələn, ağlamaq. Ağlayırıq, rahatlanırıq. O da ola bilər. Belə hisslər gələ bilər. Aynen, normaldır. İnsan olmaq. Sadəcə bax ki, o hissin içindən çıxa bilirsənmi? Niyə yaranıb? Bunu necə həll edəcəksən? Bu periyodda özünə necə davranırsan? Düzdür. Yaxşı, belə bir sual. Görək. Bir insanı həqiqətən dəyişdirən nə olur? Dəyişmək belə məni ən həssas olduğum hissələrdən biridir. Keçən bir nə düşünürəm? Nə? Bu arada bu hissəni YouTube-a qoya bilərik, Instagram-da da yerləşdirə bilərik. Nə? Özümə bir şey dedim. İnsanlar dəyişir. Əvvəl bunu üzülərək deyirdim. İnsanlar dəyişir. İndi deyirəm, ayda insanlar dəyişir. Nə gözəl şeydir. Fərqli baxış açısından, hə. Və məsələn, mənfi nöqtədə hesab edilən bir yer varsa, məsələn, orada dəyişilə bilər də insan. Həqiqətən dəyişib çox müsbət bir yerə keçə bilər ya da mənfi vərdişi varsa, onu müsbətə dəyişə bilər.
eyni zamanda müsbətdə olan bir insan mənfiyə də keçə bilər. Burada əmək durur da qarşısında. Yəni sən əgər mənfidəsənsə müsbətə keçmək ümidi var. Əgər müsbətdəsənsə, əmək lazımdır ki, sən bu müsbət hissədə qalasan da, sənin üçün ən uyğun olan hissədə qalasan. Və dəyişməyin cavabını hələ bilmirəm ki, bəlkə də hazır olmaq. Zaten bunu da gələcək. Video işləyəcək. O var deyir, məsələn 21 yaşındayım. Ayda mən 21 yaşındayım. Ayda mən 21 yaşındayım. Yəni belə şeylər var. Amma 21 yaşında deyil yəni, 23 yaşında. Hələ olmayıb da 21-ə. Tamam. Yəni sənin başqa sözlərin, başqa suallar. Nələr kimi necə bürünmüşəm. Hər arada da belə eləyirəm. Bir ingilis dili müəllimi olaraq. Deməli bu arada günəşin qəşəng olduğu bir yer seçmişdi. Günəş yenə də batırdı yəni. Getdi. Dostlar, Getdi günəş. nəysə. Mükəmməl görünmək təzyiqi qızlara indi təsir edir. Qızlara? Hə, qızlara xüsusən. Çox. Hər kəsə əslində çox pis təsir edir. Məsələn, mən son dövrlər sosial medianı sadəcə əyləncə, bəzi sosial mediaları əyləncə məqsədilə istifadə edirəm və yorumları açıq oxuyuram, reylər oxuyuram, insanların fikirlərini oxuyuram. Çünki mən fərqli düşünürdüm. Yəni insanların fərqli yerdə olduğunu düşünürdüm. Yorumlar, reylər, fikirlər, paylaşımlar, situasiyalara gedən analizlər çox fərqlidir. Və görürəm ki, sual bir də oxusan. Sual bir də oxu. Mükəmməl görünmək təzyiqi qızlara da təsir edir. Qızlara mükəmməl görünmək necə təsir edir? Çox kompleksi salır. Təbii ki, mükəmməl. Siz onsuz da mükəmməl yazın. Məncə sual keçirin. Mükəmməl görünmək məncə heç kim mükəmməl ola bilməz. Mən ona razıyam. Yəni heç kim alçaq yemək istiyor olmaq. Bizim deyil, amma yo biz elə işlərlə məşğul olmuruq. Biz namaz qılan, biz yaxşı qızdayıq. Namaz qılmayanları pis demirik bu arada. Onu qətiyyən şey eləməyin. Nəysə dostlar. Nə deyirdik biz? Hə, qızlar mükəmməldir. Deməli qadınlar mükəmməl olanda necə hiss eləyir? Dediyimiz kimi, insanlar mükəmməl deyil təbii ki, amma uşaqlar və heyvanları görəndə keçir. Davam elə. Nə deyirdim, beyin içim gəldi. Nə danışırdın? Mükəmməl deyilik, hə. Mükəmməl deyilik, amma hər şeyə rəğmən mükəmməl olmaya çalışmırıq, mutlu olmağa çalışırıq. Mutlu olanda özümüzü mükəmməl hiss edirik və bu bizi təbii ki, xoşbəxt edir. Ona görə mükəmməl olmağa yox, mutlu və xoşbəxt olmağa çalışın ki, bu sizi daha çox xoşbəxt eləsin, daha yaşamağa bir həvəsiniz olsun. Mən belə cavablandırardım, amma sualı sən cavablamalısın. Məncə də yəni, mənim YouTube kanalımda amma daha çox Leyla danışdı hal-hazırda. Sual ver, cavab ver. Yaxşı, mən danışmamışam. Bundan sonra yorumlardan bəhs edirdim ki, insanlar çox kompleksə girir və çox şey dəyişdirmək istəyir. Yoldaşlar, bir şey fərqinə varın ki, bayaq dediyiniz əslində sualın cavabı budur. Siz dəyişmək istədiyinizdə sən dəyişməyəcəksiniz. Net bunu anlayın. Özümə də deyirəm, əgər bir şey dəyişdirmək istəyirsən, inan ki, dəyişməyəcək o. Qalacaq o. Sən nə vaxt ki, buraxdın, hazır hiss elədin, o zamanda dəyişəcək. Bu kompleksi salır o mükəmməllik və s. İnsanlar öz mənəviyyatını həqiqətən buraxacaq yerə belə gəlir. Sırf mükəmməllik nə olur da adətən vizualla. Büdcə, görünüş, kalite, bunlar yəni kimindir hal-hazırda uğurlu olmaq. Yəni kimindir insanların mənəviyyatının mükəmməlliyinə fokuslanıb ki, ayda belə dəyərli, vicdanlı, dürüst insanlar olsun. Yəni hal-hazırda bunu səsləndirən nə qədər toplum insan var. Daxili cəhətdən daha mükəmməl olmağa çalışmaq lazımdır. Daxili cəhətdən olsa xarici düzələcək. İnanın, həqiqətən, hə. Çox gözəl. Bir gün sosial media olmasa həyatımız necə olar? Oy, çox möhtəşəm. Çox möhtəşəm. Amma çox da darıxaram. Məsələn, sosial media çünki mən həyatıma çox qəşəng insanlar qatıb da. Məsələn, bəzən keyfim olmayanda reallıq budur. Məsələn, kimsə videomu izləyir, mənə yorum yazır. Özlərdən yazır ki, mənə sənin paylaşımlarını çox bəyənirəm, heyvanlarla olan münasibətin və s. deyirəm, nə qəşəng, maraqlı. Onun içimdə bir yer açılır ki, aha, bəli, alınırmış nəsə. O baxımdan yəni olması istəyirəm. Bəzən də insanları tanıyırıq sosial mediada. İnsanların əsl üzünü tanıyırıq bu arada. Çünki sosial media elə bir yerdir ki, məsələn, indi Azərbaycanda ümumiyyətlə bilmirəm, Azərbaycandan bəhs edəcəm mən. İnsanlar sosial mediadan çox fərqli yer anlayıblar. Məsələn, küçədə durarkən mənim üzümə demir, demədiyi şeyi sosial mediada yorumlarda çox rahat şəkildə yaza bilirlər. Mənfidə müsbətdə. Hə, mənfidə müsbətdə. Eyni müsbət də bu arada olur. Düz mən mənfidən nəzərdə tutmuşdum. Hə, mən ya da
Məsələn, üzə baxanda, vizual olaraq baxanda söhbətini bəlkə hiss eləməsən bu o yanaşmadadır, amma məsələn elə videolara, dediyim kimi yeni yorumlarına, paylaşımlarına, fikirlərinə görsən ki, bu nədir? Mən bir müəllimim demişdi ki, bir insan sosialda tanımaq daha rahatdır, sosial mediada tanımaq daha rahatdır. Düzdür. Çünki canlıda qınaq var, axı çox qınaq var. Və sosial mediada ən şey nə olur? İnsanlar fake profillərlə fərqli şeylər. Aynən. Özünü fərqli bir şəkildə göstərməyə çalışırlar. Hə, aynən. Bəzən sosial mediada da olur əslində. Necə? Özünü fərqli bir imic yaradır, belədir, belə yaşayır, belə şeylər, belə düşünür. Amma realda baxırsan ki, o da deyil. Yəni fərqli baxış bucaqları. Özün olmaq niyə bu qədər çətindir? Özün olmaq niyə bu qədər çətindir sizin üçün də? Çətin deyil əslində. Məncə də. Belə challenge-lı bir şeydir və xoşa gəlir. Məsələn, mən özümü tanıyanda, özüm olanda challenge-lardan keçirəndə, ayda belə bəzən əsəbləşirəm, bəzən deyirəm, ayda bu niyə olmur? Necə qəribədir bu? Hər onu keçəndə, onun yaşında çox xoşuma gəlir. Deyirəm ki, oy, nə qəşəng hissi idi bu özün olmaq. Çətin olsa da yəni çox qəşəng, normal olaraq. Çünki öyrətdiyim şey deyil. Uzaqda olduğun bir adamdır sanki və onu tanımaya çalışırsan. İnsanlar niyə özlərini gizlədir? Bilmirəm. Bu sual biraz daha geniş açımda. Bəzən olur insanlar, bəzi insanlar güvənmir və əsl üzünü göstərmirlər. Anladım. Nə deyə bilərsən bu haqda? Məsələn, bir period belə olmuşam yoldaşlar. Bəzən də elə oluram. Məsələn, bilirəm ki, mən bu hissəni desəm, xoşa gəlməyəcək bir situasiya ola bilər ya da bir şey. Yalan danışmıram, amma o hissəni deməməkdə üstün tuturam. Yəni sadəcə o tərəfimi göstərmirəm qarşı tərəfə. Ya da bəlkə gələcəkdə göstərəcəm, sadəcə indi nə gərək yoxdur. Yəni nə gərək var ki? Ümumiyyətlə müsbət mənada nə gərək var hər kəs özünü olduğu kimi şey eləmək. Yəni demirəm yalandan təqdim eləyin, amma məsələn səndən əgər çörək alıramsa nə gərək var bütün həyat hekayəmi sənə açıq deməyə məsələn. Yəni sənə bir işləyəmsə nə gərək var mənim travmalarımla bütün hamısını sənə paylaşmağa. Yəni hər şeydə açıq tutmayacaqsan ki, özəl məxfi bir şey var. Tanıdıqca, özünü yaxın hiss etdikcə paylaşa bilərsən. Dərdlərimiz paylaşdıqca azalır, xoşbəxtliyimizi paylaşdıqca çoxalır. O tanıdıqca hər kəs güvənə bilməlidir də bu həyatda, normaldır. Hansı kitab və ya fikir sənə ən çox təsir edibdir? Son dövrlər bir kitab oxuyuram. Ağzamlıqlar. Kitab çox oxuyursan deyə bu sual qəşəngdir. İndi yox, amma tələbəlik məktəb dövründə Əsərdən. Ağzamlıqlar ötəsi. Kitab məni belə qaldırıb çox qəribə şəkildə təsir göstərir. Yəni müsbət mənada. Məsələn, kitab oxuyuram, deyirəm, ayda mən bu cəmiyyət üçün hansı addımlar ata bilərəm? Məsələn, indi danışdığımız mövzular, ki, insanlar niyə özünü gizlədir ya da niyə məsələn sosial mediadan mənfi istifadə edir? Bu bir yaralı yerdir, Mən buna şikayətlənirəm. Amma bunu düzəltmək üçün hansı addımlar atıram? Nə addım atıram? Bunu mənə düşündürən yer o kitabdır. Ağzamlıqlar ölkəsi. Yəni oxumağınız gərək. Elə yerlər var ki, oturub ağlamaq istəyirəm. Çox pis oluram həqiqətən. Çox ağır gedir, belə düşünürəm, nə edə bilərəm başqa. O fərqinləri paylaşırsan YouTube-da. Bəzən olur bir şeyi fərqinə varmırıq. Nəsə bir şey olmalıdır ki, biz onun fərqinə varıq. Təsir eləməli. Yaxşıymış. Keçmişdəki özünə bir şey deyə bilsəydi nə olardı? Səni çox sevirəm. Çünki heç vaxt ondan əvvəl deməmişdim. Yəni bilmirdim məsələn insan durub durarkən özünü sevə bilər. İçimdə bir yerdə var idi. Amma kənarda gördüyüm bir şey deyildi deyə, görmədiyim bir şeydi. Yəni görmürdüm də ki, insanlar bir-birini sadəcə sevə bilər. Bunu görmürdüm. Ona görə deyə bilmirdim özümə. Sən çox sevirəm, saat bu qədər. Başqa nə tövsiyə verərdin özünə? Yəni nə tövsiyə verə bilərəm? Artıq keçmişdə qalıb. Nə eləmsən yaxşı eləmsən. Nə eləmsə yaxşı eləmsən. Həqiqətən deyərdim. Və peşman olduğun bir şey varmı həyatda? Yox. Mənim var, amma Baharın yoxdur, aldı. Bunu deyə biləcək insanlar məncə çox cəsurdular. Məsələn, çox saçma hərəkətlər eləmişəm də, çox saçma. Deyirəm, nə yaxşı şey eləmişəm, nə qəşəng şey eləmişəm. O sırada mən şey eləyirəm, evə gedirəm, ayda onu mən niyə elədim? Həmin axşam peşman oluram. Neyinki keçmiş. Sən nə deyərdin məsələn uşaq əvvəlki özünə? Keçmişdəki özümə? Neçə yaşdan sonra gedir? Ayrıntı. Keçmişdəki özünə bir şey bildirsə, bir yaşdakı özünə bildirirdi. Çünki zaten çox gəncdir. Ben zamanla böyle zamanla başlayış. Onu editləyərəm. Ne deyərdim özümə? Keçmişdəki özümə? Dərslər bax, çox.
Yox. Oy oy. Jambon. Yaxşısan? Yaxşısan? Yıxılıbdı uşaq. Deyir gözdə gəlməsən. Bura gəlsənim. Həyatda belə iyi dostlar. Başımıza nəsə pis bir şey gəlir, özümüzə fokuslanmaq yerinə onun səbəbini axtarır, kim eləyib deyə düşünürük ona. Nəysə, Maraqlı hə, qışış idin amma. bilmədim sən. Qışış idi. Bu arada Leylanın da YouTube kanalı var. Və Leyla həqiqətən çox qəşəng kontentlər üretir. Sağ ol Bahar. Əylənirəm o videolarını izləyəndə. Keçmişdəki özümə nə deyərdim Bahar? Düşünürəm, bayaqda tapa bilmirəm. Sadəcə keşke biraz daha özgüvənli olsaydım. Daha özgüvənli. Və kiminsə fikrindən çox, əslində mən düzdür, kiminsə fikrindən oturub duran insan deyiləm. Bir də ətrafımı yaxşı seçərdim. Ətrafımı, hə. Bəzən mənə fayda qata biləcək insanlarla münasibət qurmalıyıq. Çünki bizi aşağı salmasınlar, həmin o mənfi insanlar. Mənfi mənada təsir edir çünki bəzi insanlar bizə. Amma məsələn, bax, çox qəşəng seçdiyin insanlar var. Biri mən. Biz məktəb dövründə hazırlıqlara bərabər gedirdik. Qəşəng xəyallar qururduq universitetlə bağlı və illər keçib. Neçə il keçib üzərindən? 2021 5 il. Yox, 2021 yox. Mən 2020-də universitetə getmişəm. 5 il çaşdım. Mən universitetə gələndə yadımdan çaldım. 5 il. 5 Yox, il. biz hazırlığa nə vaxt gedirdik? Ay Leyla. 6 il falan oldu. 6 il çox oluyor Leyla. Abartma, çoxdur. 7-8 il olar. Ola bilər. Yadımdan çıxdı. Ay doğrudan 7-8 il olar. Bu arada 7-8. Biz necə böyümüşük. Neysə. Bu video mənə də fərqlilikləri yarattı. Başqa nə çalar? Büyüdük, pınarla büyüdük. Bahçeler bizə dardı, bu Cəllabat bizə dardı. Səncə bir fərd olaraq insanlar sadəcə özümüz üçün yaşamırıq da. Eyni zamanda cəmiyyətə bir toxunuşumuz var, mütləq ki var. Və sənin əlində bir dəyənək olsa da cəmiyyətə hansı bir toxunuş eləyərdin? Onlara istədiklərini eləyə biləcək bir şəkildə əşya olaraq görürlər bəzən. İnsanların düşüncəsini dəyişdirmək istəyərdim. Bu düşüncəni. İnsanların yaradılışda ən dəyərli yaradılış olduğunu bilmələrini istəyərdim və təbiətə, özünə fayda qatmaq əvəzinə başqalarının həyatına fokuslanmağı, başqalarının yersiz istifadə edilməsini aradan qaldırılmağını istəyərdim. Bilmədim nə dərəcə fikrimi çatdırdı, amma anladım. Dəyərlilik də, yəni bunu çatdırmaq lazımdır. Eynən, həqiqətən çox dəyərliyik. Dəyərimizi bilməliyik məncə. Kiminsə sözləri ilə, kiminsə hərəkətləri ilə öz həyatımızı məhv eləməməliyik və kimsə sözləri bizim həyatımızı təsir eləməməlidir. Özünüz özünüzü tapın, özünüz özünüzdə ən yaxşı versiyanız tapın demirəm amma, yaradın demirəm amma əsl özünüzü tapın və o insan xoşbəxtdirmi ona fokuslanın. Özünüzü xoşbəxt eləməyə çalışın. Əgər həqiqətən xoşbəxt olan insanlar və mərhəmətli olan insanlar varsa, həm təbiətə, həm özünə, həm gələcəyə müsbət mənada təsirləri olacaq. Bu qədər. Mənim suallarım sənin bu qədər idi. Təşəkkürlər sağ olun üçün. YouTube-da qonaq elədin. Təşəkkürlər. Buyur. Diləyirəm ki, bunu izləyərsiniz, sizin üçün faydalı olar və çevrənizlə də paylaşarsınız. Niyə də olmasın? Ümid edirik ki, sizə faydası olar. Özünüzə çox yaxşı baxın. Bu qədər. Təşəkkürlər. Sağ olun. Özünüzə yaxşı baxın.